Salam aleyküm. İlk növbədə milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibəti ilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Bir daha Azərbaycan güləşçiləri göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bugün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir. Bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə ki, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu, onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə idmançıları. Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman ümumiyyətcə cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər əlbəttə ki, hamımızı sevindirir. Federasiya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Vaxtilə bugün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını mən özüm izləmişəm. Həm Bakıda, həm olimpiya oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax, belə nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir. O da Azərbaycan idmanının uğurları. Əlbəttə, indi federasiya işini bundan sonra da təkmilləşdirəcək və xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün, çünki bölgələrdə bugün həm olimpiya idman kompleksləri var hər bir yerdə, eyni zamanda güləş zalları. Ona görə bu seleksiya işi əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək. Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm olimpiya oyunlarında, dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur, amma idmanda hər şey mümkündür. Əsas odur ki, qələbə əzmi idmançılarımızda çox güclüdür və bir daha
ölkəmizin ümumi inkişafını əks etdirir. Bugün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız o cümlədən idman uğurları ilə fəxr edir. Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm və bu 30 ilə yaxın müddət ərzində əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, ardıcıl şəkildə uğurlarımızın davam etməsi və gənc nəslin yetişməsi, hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bugün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur. Əminəm ki, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, daima Azərbaycan xalqı idman yarışlarına baxanda sevinç hissləri keçirsin. Və əlbəttə, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür. Çox böyük beynəlxalq yarışlar keçirmişik. Həm Avropa oyunlarını, həm İslam həmrəylik oyunlarını. Bunlar demək olar ki, yay olimpiya oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirtmişik. Yəni, bu onu göstərir ki, çox güclü potensial var və idmana dövlət tərəfindən qayğı, idmançılara qayğı bu dövlət siyasətidir və əminəm ki, idmançılar da bunu görür və hiss edir. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Cənab Prezident, ilk növbədə dəyərli vaxtınızı ayırıb bizi qəbul etdiyiniz üçün Sərbəst Güləş Milli Komandası adına sizə təşəkkürlərimizi bildiririk. Avropa çempionatında layiqincə ölkəmizi təmsil etdik. Ardıcıl ikinci dəfədir. Avropa çempionu olur komandamız və sizin bizi qəbul etməyiniz bizim məsuliyyətimizi daha da artırır. Bizə böyük bir stimul verir. Mən də inanıram və əlimdən gələn edəcəm ki, gələcəkdə qızıl medalla qarşınıza çıxın. Cənab Prezident, ilk növbədə sizi salamlayıram. Bizi qəbul etdiyiniz üçün çox sağ olun. Bildiyiniz kimi, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazandım. Bu mənim ümumilikdə 4-cü qızılım idi və yarış həqiqətən də çox çətin keçdi. Azərbaycan-Yunan-Roma güləş tarixində bir rekorda imza atdım. 4 qat Avropa çempionu kimi və sizə bizi belə dəstəklədiyiniz üçün, bizə göstərdiyiniz diqqət və qayğı üçün sizə öz təşəkkürümüzü bildiririk. Sizin diqqət qayğınız bizim üçün ən böyük məsuliyyətdir. Çox sağ olun. Cənab Prezident, bugün burada çıxış etmək mənim üçün böyük bir şərəfdir. Mən sizinlə 4 il bundan qabaq da görüşdə iştirak etmişdim. 23 yaşadək güləşçilər arasında Avropa çempionu olmuşdum. Bu dəfə isə qarşınızda böyüklərdən ibarət yarışda Avropa mükafatçısı oldum. Biz sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Bizi dəvət etdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. У нас команда многонациональная, и не все пока еще знают достаточно азербайджанский язык. Поэтому хотел бы еще пару слов сказать на русском языке. Еще раз поздравить всех и выразить благодарность за то, что вы так достойно представляете Азербайджан на международной арене. И, конечно, говоря о этой важной, я бы сказал, исторической победе на чемпионате Европы, особо хотел бы отметить, что и борцы греко-римского стиля и вольного стиля завоевали первое место.
То есть это очень важно. А что касается девушек, я тоже рад, что они тоже находятся среди медалисток. Это тоже говорит о том, что молодое поколение среди девушек также проявляет большой интерес к борьбе. Я уверен, что и в будущем у девушек тоже будет золотые медали. Я в этом не сомневаюсь. И могло бы быть и больше медалей среди девушек. Ну, кому-то не повезло, где-то, может быть, были какие-то ошибки, но это важно, потому что все направления, и вольная борьба, и греко-римская, и женская, все направления в Азербайджане развиваются. И рад, что в национальной команде такой хороший атмосфера, хороший дух, все радуются друг за друга победам, как одна семья, это очень ценно. И рад очень тому, не менее, чем медалям, что наши спортсмены и в обществе, и в быту ведут себя достойно. История знает много примеров, когда большие спортсмены, чемпионы в обычной жизни не могут сохранить вот этот уровень. И отношение к ним, как к спортсменам, через какое-то время из-за их ошибок или проступков меняется в худшую сторону. Вот у нас такого не было, на моей памяти как минимум. А я уже, как сказал, уже почти 30 лет возглавляю Национальный олимпийский комитет. Это очень важно. И не менее важно, чем медали, чтобы вот чемпионы, призеры в обществе, в коллективах, где они работают, где живут, также демонстрировали бы высокие моральные качества. Это так. И тут, конечно, пример наших чемпионов, олимпийских чемпионов и чемпионов Европы, мира. Я сказал, что в свое время болел за тех, кто сегодня возглавляет федерацию, и тренеров. Сегодня они болеют за своих воспитанников. И вот эта вот последовательность традиций и в нашем регионе, и традициях, и в истории традиции всегда играли важную роль. И это продолжается и в азербайджанском обществе, и в целом в регионе Кавказа. Это еще больше сближает. И даже когда бывают судейские ошибки или же несправедливости, всегда важно сохранять достойное поведение. Потому что иногда бывает и предвзятые отношения. Мы не раз видели такое не только в борьбе по отношению к азербайджанским спортсменам, особенно на европейских соревнованиях. Вот интересно, на европейских соревнованиях, как правило, бывает больше несправедливости к азербайджанским спортсменам, чем на чемпионатах мира. Ну, наверное, потому что не все в Европе рады тому, что Азербайджан участвует в европейских чемпионатах, а не только участвует, а побеждает все европейские страны.